işçiləri salamlayırıq. Qarabağ CSKA oyunu öncəsi mətbuat konferansımıza xoş gəlmişsiniz. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçək. Salamlayıram hər birinizi. Xoş gördük. İlk öncə sizin hamınızı təbrik eləmək istəyirəm. Elə sizin timsalınızda bütün mətbuat işçilərini sizə uğurlar arzulayıram işinizdə, həyatınızda. Bugün hər il bugünü bayram kimi qeyd edirsiniz və bir daha sizi təbrik edirəm. Və əlbəttə ki, dünən Sabah komandamız yenə qalib gəldi. Təbrik edirəm onları ilk oyunda və onlara da uğurlar arzulayıram. Və eləcə də Neftçi komandası bugün oynayır. Onlara da uğurlar arzulayıram. İnşallah onlardan da yaxşı bir qalibiyyət gözləyirik. Özümüzə gəldikdə yaxşı komandaya qarşı oynayırıq və inanıram ki, komandam bu oyuna daha yaxşı hazırlıqdır nəinki əvvəlki oyunlarda. Və ondan əlavə biraz fərqli rəqibdir. Hər oyun demək olar ki, bəlkə fərqli üslubda oynayır, fərqli sistemdə oynayır. Və bizim üçün çox diqqətli olmaq lazım olsa ilk dəqiqələrdən və inanıram ki, futbolçular oyunun gedişatında lazım olan rotasiyalar elə biləcəklər və sadəcə onu bilirəm ki, həddindən çox diqqətli olmalıyıq və çox məsuliyyətli olmalıyıq. Buyurun. Uğurlar arzulayıram sizə. İki oyundan sonra siz deyə bilərsiniz ki, siz istədiyiniz oyun sistemi işləyirmi? Bizim özümüzdən mi? Tam deməzdim, amma yaşlığa doğru çox şey gedir. Çünki mən çox istərdim ki, 90 dəqiqə düşündüyümüzü meydanda edə bilək. Amma hələ ki, biraz tam istədiyim kimi düşündüyümüz oyunu meydanda göstərə bilmirik və düşündüyümüz yer dəyişmələri, düşündüyümüz kombinasiyaları davamiyyətli təkrarlaya bilmirik. Amma ümumən belə yəni çox dəyişiklik var və gündən günə daha da yaxşı bir-birini anlayır futbolçularımız və gündən günə daha da istəkli görünürlər. Amma sadəcə bu oyunlar elədir ki, buradakı rəqiblər, hər rəqib biraz fərqlidir. Onlara uyğun görsən bəzi detalları dəyişirik. Bu da biraz mane ola bilər. Bizim tam öz istədiyimizi meydanda istədiyimiz kimi göstərməyə. Amma hər bir halda hər şey ona doğru gedir ki, yaxın vaxtda düşündüyümüzü tam meydanda görə biləcəyik. Buyurun, sual. Buyurun. Həmişə Qarabağda biz bunu istəymişik ki, komandanın gücü artan qanunları, yəni yayda tam atma formasında olan komanda, bunu da bayağı da bilərsiniz. Yəni bu CSKA ilə oyun Qarabağın gücünü göstərir olarmı? Və bundan sonra təxminən nə vaxtda artıq komanda tam olaraq formalaşa bilər? Ümumən, yəni komanda oyununu stabilləşdirmək və yaxud yaxşılaşdırmaq elə də asan deyil. Çünki həm hazırlıq planında görsən bəzi çatışmazlıqlar olur, hansı ki, bəzi oyuncuların hazırlıq performansı kiminin aşağı, kiminin daha yaxşı olur. Onları eyni səviyyəyə gətirmək heç də asan deyil və əlxüsusda bu isti yay aylarında, hansı ki, burada biraz dinamika əlbəttə ki, aşağı düşür, sürət aşağı düşür və belə oyunlarda gərginlik çoxalır. Amma illərdir biz bunun görmüşük və illərdir bu təcrübəni keçmişik. Sadəcə bu il biraz dəyişikliklərimiz çox oldu komandada. Biraz ola bilər o nəyəsə biraz mane olsun, amma əksinə elə detallar var ki, əksinə daha da yaxşılaşdıracağıq inşallah. Və belə vaxt demək biraz düzgün çıxmaz ki, sırf bu vaxtda komanda tam optimal formada olacaq, amma ümumən oyundan oyuna daha yaxşı olacaq, buna əminəm və sadəcə ola bilər düşündüyümüzdən biraz tez olsun və yaxud daha gec olsun. Buyurun. Mən də uğurlar arzulayıram. Heyətlə bağlı hansısa problemlər var komandada. Bir də qalib oldu, sınaq şəxsəsini aldı çıxardı. İkinci sualda bugün bir xəbər getmişdi, Montiel ilə Malcan
İlk olaraq Dani Boltla bağlı yəni burada belə ciddi bir şey görmürəm. Sadəcə bizim hansı ki qaydalar var. Biz ora artıq əlavə futbolçu əlbəttə ki əlavə edə bilmərik. Sadəcə ola bilər hər oyun hansısa bir dəyişikliklər olsun və bunun qarşıda həm cəzalı oyunçuları var, həm zədəli oyunçuları var. Hansı ki biz yenə deyirəm ki biz öz klub yetirməmizdən, federasiya yetirməmizdən başqa 17 futbolçunu artıq biz ora qeyd edə bilmərik. Ərizəyə sala bilmərik iştirak ərizəsində. Buna görə belə hallar olur və hətta bu çempionatda belə yəni bəzi oyunçular kənarda qalacaq çempionatın limitinə görə, hansı ki orada səhv etmirəmsə 17 limitdə legioner, yəni meydanda iştirak ərizəsində olmaq ehtimalı olacaq. Bu orada da olacaq və oyundan oyuna dəyişəcək. Burada sadəcə ola bilər ki, bir futbolçu daha çox olmasın iştirak ərizəsində, biri az olmasın. Monterlə bağlı bugün Monteri görəcəksiniz meydanda. Əvəzedici heyəti deyil, bizləndir. Əvəzedici heyəti ümumiyyətlə getməyib. Yəni bu komanda ilə olub və bugün də canlı görəcəksiniz. Buyurun. Buradan uğurlar sizdən xalatlarında. Mənim sualım biraz fərqli olacaq. Keçən dəfə PFL-in müşahidə mərasimində sonra bildirildiyi ki, Azərbaycanda da var sistemində müəyyən dəyişikliklər olacaq. Bu sual ona görə verir ki, keçən hakimlik məsələsi biraz çox danışıldı. Yəni bu ildən etibarən artıq müzakirə olunuşuqlarda mübahisəli sahə vərəqə epizodlarda, eyni zamanda xüsusən dəfə epizodlarda vara baxılsın, var vasitəsilə qərar verirsiniz. Sizin buna yanaşmanız necədir? Sizcə doğrudur? Kömək olacaqmı hakimlərin səhvlərin azalması? Ümumiyyətcə deyir, komandada ən az problem o vaxt olur ki, komanda az oyuncu olanda. 11 futbolçumuz olsa cəmi bizim heç bir problemimiz olmaz. Və nə qədər çox say var, o qədər problem olur. Və bu hakimliyə də nə qədər çox elementlər, detallar qoyurlarsa, o qədər çox problem olacaq. Və o qədər də çox danışılacaq. Bu fark edəndən sonra biraz sanki elə bir mübahisə bəlkə daha da çoxalıb. Baxmayaraq ki, bəli, elə qərarlar var ki, yəni onun olması vacibdir. Amma eləsi də var ki, yenə də eyni fikirlər olur. Biri qərarla razılaşır, digər razılaşmır. Hətta var göstərsə belə, var təsdiqləsə belə. Ona görə nə qədər çox dediyim detallar əlavə edəcəklər, o qədər çox danışıqlar olacaq. Olmayanda bilirsən ki, yoxdur, burada danışdın, getdi. Amma bunu göstərirlər efirdə, təzədən hakim açıqlama verir, yenidən Hakimlər Komitəsinin sədri açıqlama verir, yenidən belə də uzanır və sadəcə məncə belə deyək də mübahisəli epizodlar çox olacaq və danışıqlar da çox olacaq. Məndən olsa heç olmasa daha yaxşı olardı. Buyurun. Transferlərlə bağlı bir yenilik var mı? Və ən azı növbəti mərhələnin oyununa qədər transfer gözlənilir mümkün mü? Biraz mənim üçün də çətin sualda cavab verməyə ki, onların çempionat oynaması onların xeyrinə və yaxud əleyhinə olacaq və yaxud bizim eyni qaydada. Mən də istərdim ki, mənim də az oynayan futbolçularım bir oyun keçirsin. Qarşıdakı həftələrdə baxacam görüm. Bəlkə hansısa bir komanda ilə danışsa, bir yoldaşlıq oyunu keçirməyə ki, ən azından o az oynayan oyunçuların oyun təcrübəsi, oyun dəqiqələri çox olsun. Və əvvəlki oyunda da səhv etmirəmsə 4 əsas heyətli oyunçusu oynamışdı, qalanlar dəyişmişdilər. Belə hal-hazırda oyun sayı istənilən oyuncu nə qədər çox olsa, dəqiqəsi nə qədər çox olsa, o qədər daha faydalıdır deyə düşünürəm. Transferlərlə bağlı hal-hazırda dəqiq bir belə deyək cavabımız yoxdur, amma işimiz davam eləyir. Mütləq istəyirik ki, heç olmasa 2 transfer yenidən eləməyə. Görək, xeyirlisi alınsa şad olaraq, alınmasa da görək də davam edəcək yenə. Başqa sualımız yoxdursa çox sağ olun. Açıq başqa.
yollamışıq. Sonra oldu. Sağ olun.